Forbes jurnalı Rusiyanın ən zəngin ailələrinin övladları arasında miras bölgüsünə dair növbəti reytinq cədvəlini təqdim edib. Yenavaz.com xəbər verir ki, reytinqə əsasən ikinci nəslin 53 nümayəndəsi ümumilikdə 283 milyard dollar sərvətə sahib olacaq. 2025-ci il martın 7-sinə olan məlumata əsasən dünya üzrə Rusiya vətəndaşlığı olan 146 milyarder mövcuddur. Onların ümumi sərvəti 625,5 milyard dollar təşkil edir. Əgər bu məbləğ onların ümumilikdə 440 övladı arasında bərabər bölünsəydi, hər biri orta hesabla 1,4 milyard dollar miras alardı. Reytinqə yalnız ən çox miras payı düşən ailələrin nümayəndələri daxil edilib. Beləliklə, siyahıya daxil edilən 20 ailənin 53 övladı valideynlərindən ümumilikdə 283 milyard dollar miras alacaq. Reytinqin lideri isə bu dəfə də dəyişməyib. Lukol şirkətinin əsas səhmdarı Azərbaycanlı Vahid Ələkbərovun yeganə oğlu Yusuf Ələkbərov 28,7 milyard dollar mirasla birinci yerdə qərarlaşıb. Yusufun hazırda 200 milyon dollardan artıq şəxsi sərvəti var. 2024-cü ilin əvvəlində onun ikinci dəfə evləndiyi məlum olub. Uşaqları barədə məlumat olmasa da Yusuf Ələkbərov Bublis adlı uşaq təhsili və baxımı ilə məşğul olan yeni bir şirkət qurub. İkinci yeri 14,2 milyard dollar mirasla Sibur və Novatek şirkətlərinin sahibi Leonid Mixelsonun övladları tutur. Üçüncü pillədə isə milyarder Vladimir Lisinin 3 övladı yer alır. Hər biri 8,83 milyard dollar miras alacaq. Reytinqdə diqqət çəkən dəyişiklik isə Telegramın qurucusu Pavel Durovun övladları ilə bağlıdır. Doriya Bondarenko'dan olan 2 övladı bu il 4,8 milyard dollar miras payı ilə reytinqdə təmsil olunur. Lakin 2024-cü ilin yayında məlum olub ki, onların 3 ögey bacı qardaşı Leai, Daniel və David Durov da mövcuddur. Bu səbəbdən Durovun övladlarının hər biri üçün hesablanan miras 7,5 milyard dollardan 3,42 milyard dollara düşüb və onlar siyahıda 8-ci yerdən 13-cü yerə geriləyiblər.